Keçirik bugün əsas anlayışları aşacaq. Deməli, burası heç burasını keçirik. İlk dəfə informatika. İnformatika nədir? İnformasiya prosesləridir. Həmin proseslərin avtomatlaşdırılmasıdır. Onlardan istifadə texnikalarıdır, metodlarını öyrənən bir elm sahəsidir. İnformatikanın elminin predmeti, əsası, özəyi nədir? İnformasiyadan ibarətdir. İnformasiya özü də latın mənşəli sözdür, məlumatdır, xəbərdir, faktdır və s. deməkdir. İnformatika sözü informasiya və avtomatika sözlərinin birləşməsindən yaranıbdır. DİM test topusunun dövlət qulluğu üçün olanında ilk sual elə bundan başlayır. İnformatika sözü hardan yaranmışdır? İnformasiya plus avtomatika sözlərindən. İnformatika termini deməli, ilk dəfə fransızlar tərəfindən 1960-cı illərdə istifadə olunmağa başlamışdı. Ondan sonra gəlir informasiyanın istifadə olunma formalarına. Sıralaması ilə bircə yadda saxlayırıq. Birincisi verilənlər. Verilənlər nədir? Hər şey, yəni bizim aramızda olan bütün söhbətlər və s. hamısı aiddir verilənlərə. Qeydə alınmış siqnallardır. İkincisi gəlir informasiya. İnformasiya sırf bizim keçdiyimiz dərs hissəsi aiddir buna. Qəbul edilmiş siqnallar adlanır. Və nəhayət sonuncusu bilik gəlir. Bilik də bu informasiyadan çıxardığımız bir dərsdir. Sistemləşdirilmiş informasiyadır. İnformasiyanın özü də təkrarlanmayan və əhəmiyyət kəsb edən, yəni əsas məlumatdır. Gəlir ondan sonra verilənlər. Verilənlər gördüyümüz kimi 4 dənə yerə bölünür. Nədir verilən növləri? Mətin, hesabi, məntiqi, göstərici. Mətin tipli verilənlərdən qiymətlər sözlərlə ifadə olunur. Hesabi tipli verilənlərdə rəqəmlər, yəni 2-lik, 8-lik, 16-lıq və s. bu kimi say sistemlərindən istifadə olunur. Məntiqi true və yaxud da ki, false nəticələrini verir. Yəni ya doğru verir, ya yanlış verir. Başqa bir nəticəsi yoxdur. Göstəricidəki proqramlaşdırmada yaddaş ünvanları üçün istifadə edilən hissəmizdir. Gəlir informatika elminin tərkib hissələri, yəni informatikada biz keçəcəyimiz mövzular. Əsas 3 dənədir, hardwaredir. Hardware'ni çoxumuzdan keçmişik. Nədir? İnformatika qurğuları ilə bağlı, yəni gözlə fiziki şəkildə gördüyümüz hər şey aiddir hara? Hardware hissəsinə. Ondan sonra İkincisi brainware. Brainware alqoritm təminatıdır. Yəni həyatda addım atdığımız hər şey alqoritmadan ibarətdir. Məsələn, tutalım ki, kartdan pul çəkirik. Birinci kartı oxutmalıyıq, sonra kartın parolunu yazmalıyıq, sonra həmin məbləği yazmalıyıq, sonra çıxarmalıyıq pulu. Yəni bunun sırasını pozsaq, təbii ki də kartdan pulu çıxara bilməyəcəyik biz. Və nəhayət sonuncusu software gəlir. Software nədir? Proqram təminatıdır. Kompüterin daxilində öyrənəcəyimiz bütün proqramlar, bax bütün proqramlar, əməliyyat sistemindən tutmuş, ta ki Word-ünə, ya nə bilim Excel-nə qədər hamısı hara aiddir? Software proqram təminatına aiddir. Ondan sonra informasiyanın xassələri. Birincisi gəlir tamlıq. Tamlıq nədir? İnformasiya sizin üçün tam anlaşıqlı olmalıdır. Məsələn, biz desək ki, stolun üstündə qələm var. Bu zaman bizim üçün informasiya təbii ki də tam deyil. Amma mən deməliyəm ki, stolun üstündəki qələm 0,5 başlıqlı gel ruçkadır, mavi rəngdədir və tutalım ki, Oyal şirkətinə məxsusdur. Bu zaman hər şeyi tam demiş oluruq deyə olur tamlıq. İkincisi faydalılıq. Faydalılıq bizim üçün nə dərəcədə lazımdır? Misal üçün, hal-hazırda oxuduğunuz məlumatdan tutalım ki, bu sizin üçün faydalıdır. Çünki misal üçün fevralın 5-i olsun, fevralın 15-i olsun, martın 15-i olsun və s. Yaxın bir gələcəkdə bundan istifadə eləyəcəksiniz artıq siz. Dəqiqlik, məsələn, mən deyirəm ki, 3-cü, 6-cı günlər saat 20:30-da onlayn Meet üzərindən bizim dərslərimiz olur, informatika dərslərimiz olur. Burada gördüyünüz kimi heç bir məlumat artıq yarımçıq deyil. Anlaşıqlıq, hər kəs tərəfindən başa düşülən olması, obyektivlik, hər hansısa bir şəxsin kiminsə fikrindən asılı olmamasıdır. Etibarlılıq, etibarlı informasiya nədir? Misal üçün, mən
30 nəfər var da tutalım dərsə. 30-unuzdan da hər birinizdən informasiya almağa çalışıram. Tutalım ki, 28-iniz eyni şey deyir, ikiniz fərqlidir. Mən bu 28 nəfərin qərarından yola çıxaraq, fikrindən yola çıxaraq bir qərar qəbul edə bilirəm. Ondan sonra gəlir aktuallıq. Aktuallıq cari zamana uyğunluqdur. Adekvatlıq reallıqdır. İnformasiya, məqsəd və vəzifələrə nə dərəcədə cavab verməsidir. Təzəlilik, hal-hazırda gördüyünüz informasiya misal üçün sizin üçün yenidir. Yenilik. Qiymətlilik də ki, məsələn, mən deyirəm ki, tutalım ki, meşədə qarışqaların ağzı şimal tərəfə baxır. Yəni deyirsiniz ki, bu mənim nəyimə lazımdır? Amma misal üçün 10 il, 15 il sonra getdiniz bir meşəyə, tutalım ki, azdınız, yolunuzu itirdiniz. O zaman yadınıza düşər ki, 2026-cı ildə Məmməd müəllim belə bir şey demişdi. Şimal tərəf qarışqaların yuva qurduğu tərəfdir, tutalım ki. Səhv olsa mən bilmirəm, prosta deyirəm. Siz də şimal tərəfə gedəcəksiniz. Sonra gəlir informasiyanın formaları cəmsi iki nədir? Analoq informasiyadır, təsvirlər, obyektlər və s. Səs, misal üçün, mən hal-hazırda danışıram burada. Mən burada danışmağım bu analoqdur. Amma sizə gəlib çatmağı olur rəqəmsal. Analoq kəsilməz informasiya, yəni misal üçün internet getsə də mən burada özüm üçün hələ də danışa bilərəm. Təbii ki, danışa bilərəm. Amma rəqəmsal kəsiləndir. Mən danışdığımı siz eşitməyəsiniz. Misal üçün, kompüter sönəcək, internet gedəcək, işıqlar sönəcək və s. Bu kimi halların hər biri bizim qarşılıqlı münasibətimizə artıq bir əngəldirsə, bu adlanır rəqəmsal kəsilən. Yox, əgər misal üçün əyani dərslərə gəlmisiniz, oturmuşuq orada söhbət eləyirik özümüz üçün. İşıq sönsün, yenə biz söhbətimiz davam eləyəcəyik. Və yaxud da ki, nə bilim, kompüterimin zaryadkası sönsün, yenə də biz söhbətimizə davam eləyəcəyik də. Əsas o, kimsə kəsə bilmir. Gəlir ondan sonra informasiyanın növləri. Ədədi rəqəmlərlə ifadə olunan, məntiqi true false-dan nəticələnən, mətn simvollardan istifadə etdiyimiz, audio, səsli, qrafiki, görüntü, video, sadəcə görüntü, səs olmadan, multimedia nədir? Video ilə audionun qarışığıdır. Bunlar rahat hissələrdir. İnformasiyanın təqdim edilmə formaları. Bir dənə buraların keçirəm, bir dənə hava proqnozu götürürəm. Hava proqnozu, məsələn, mənim telefonuma mesaj olaraq gəlirsə, hava proqnozu mənim telefonuma mesaj olaraq gəlirsə, məsələn, sabah Bakıda hava küləkli olacaq, o zaman bu olur mətn. Yox, telefonlarda sol üst küncdə yazılır, bu olur ədədi informasiya. Sonra giririk Google-da, şəklinə baxırıq, bu olur qrafiki informasiya. Radioda heç vaxt səsinə qulaq asmadığımız olur səs informasiyası. Nəhayət xəbərlərdən sonra verilən video şəkildə olan, bu da adlanır video informasiya. Ondan sonra duyğu orqanları vasitəsilə qəbul da ki, birinci sinifdə informatika müəllimimiz keçmişdir bizə. Birinci vizual informasiyadır, gözlə görürük. İkincisi qoxu informasiyasıdır, burunla iyi bilmədir. Üçüncüsü səs informasiyasıdır, qulaqla eşitmədir. Dad informasiyasıdır, dillə dad bilmədir. Və nəhayət sonuncusu daktil informasiyadır, bu da Nokia'nın salamlaşması olan dəri vasitəsilə qəbul etdiyimiz hər şeydir. Baxın, toxunmadır. Yəni əllə deyil də bu dəri vasitəsi. Misal üçün çıxırıq havaya, havanın küləkli olduğunu mən tək əlimlə hiss eləmirəm ki, bütün dərilərin vasitəsilə hiss eləyirəm bunu. Ondan sonra informasiya prosesləri. Hal-hazırda siz informasiyasını məndən toplayırsınız. Sonra onu yadda saxlayasınız. Sonra orada lazımsız hissələri çıxarıb atacaqsınız, yəni emal eləyəcəksiniz. Nəhayət sonuncusu, kiməsə öyrətmək istəyirsəniz, onu ötürəcəksiniz. Ötürülməsi prosesinin də özü bir neçə yerə bölünür. Birincisi nədir? İnformasiyanın mənbəyi, yəni mən hal-hazırda. Danışıram, mənim kodlaşdırıcı qurğum, mənim danışdığım analoq siqnallarını çevir eləyir rəqəmsal, rabitə kanalları vasitəsilə ötürür sizin modemimizə. Sizin modem dekodlaşdırıcı qurğu adlanır. Həmin rəqəmsal informasiyanı dəyişir eləyir analoq informasiya və nəhayət ötürür kimə? İnformasiya qəbul edicisi olan sizlərə.
Modulyasiya prinsipi. Modem də buradan yarandı. Mo buradan, dem buradan. Ondan sonra gəlir nə? Öyrənilməsi zəruri olan qeydlər. 1. İnformasiyanın kodlaşma vasitəsi bir formadan digər formaya keçirilə bilər. İnformasiya şifrələmə köməyi vasitəsilə şifrələmə bax. Şifrləmə də var, şifrələmə də var. Şifrələmə köməyi ilə məxfiləşdirilə bilər. İnformasiyanın saxlanması üçün informasiya daşıyıcılarından istifadə edirik. Bu daşıyıcılara ağlınıza gələn hər şey aiddir. Misal üçün perfokartlar, perfolentlər, nə bilim hal-hazırda istifadə etdiyimiz maqnit lentləri, maqnit diskləri, kompakt disklər, rəqəmsal video disklər, flash kartlar və s. Və nəhayət ən məcbursuz əzbər öyrənməyə, məlumatı, informasiyanı ötürməyə təmin edən hər hansısa fiziki kəmiyyətin zamana görə dəyişməsi siqnal adlanır. Bundan sonra başlayırıq elektron qurğularda informasiyanın kodlaşdırılması. Bura qədəri BB-lər üçün idi. Geri qalanı BB-lər çıxa bilər. Bundan sonrası amma BA, AC və magistrların hər biri qalmaq məcburundadır. Elektron qurğularda informasiyanın kodlaşdırılması ikilik kodlardan istifadə olunur. Yəni bu ikilik kodlar nələrdir? Bit və baytın yaranmasına gətirib çıxaran kodlarımızdır. Bir saniyə mən digitalizer taxım. Çünki bundan sonra mən də yazılacaq. Digitalizer nə idi, kim deyər? Bəli, giriş qurusu. Giriş qurusu. İndi başlayırıq ölçü vahidlərinə. Öndən ölçü vahidlərini kəsib çıxarım buradan. Bunu çıxarıram, bu lazımdır. Siz görəcəyiniz sizə burada. Sıralamanın ən yuxarıda yazsam. Ən kiçiyimiz bit. Sonra gəlir byte. Sonra gəlir kilobayt. Megabayt. Gigabayt. Sonuncusu terabaytda dururuq. Sadəcə bitlə byte arasında 2/3 var. Elə byteın yaranması 8 dənə 0 və 1-dən istifadə etməkdən gəlirdi. Ondan sonrası riyaziyyatdan gəlir. 1 kiloqramımız neçə qramdır? 1000. Bəli. İnformatikada da biz sırf 2-nin qüvvətləri ilə işləyirik deyə, baxdılar görək 2-nin qüvvətinə ən yaxın ədəd hansıdır? 1024. Ki, bunu da görmüşsünüz, misal üçün 1 GB internet götürürük, bizə nə qədər verir? 1024 megabayt verir də, 1000 vermir ki. Görürlər ki, bu da neçəymiş? 2/10 imiş. Bundan sonra hər biri arasında neçə olacaq? 2/10'larımız olmuş olacaq. Adi riyaziyyatdan gələn qaydamız. Riyaziyyat və yaxud da ki, fizikada da eynisidir. 1 meqamız normalda 10^6-dır və 10^3 kilodur. 10^3-ə də ən yaxını hansı oldu? Yenə deyirik, 2/10 olmuş oldu. Bundan sonra bir dənə də qaydamız var. Yazılmamış bir qanun var. Böyüklər kiçikləri nə eləyir? Vura bilir. Yəni, bu real həyatdan esinlənmiş bir şey kimi də götürə bilərsiniz. Yəni, bunu səliqəli hala salaq. Amma kiçiklər böyükləri vura bilmir deyə məcbur nə eləyirlər? Bölürlər. Nə demək istəyirik burada? Məsələn, sol tərəfdə mən nümunələri yazacağım, sağ tərəfdə siz yazacaqsınız. Məsələn, tutalım ki, deyir ki, 1 gigabayt, məsələn, x kilobayt deyir, tapın. Gəlirəm, tuturam gigabaytın qulağından. Birinci ortada nə var? Megabayt var. Sonra nəyə gəlirəm? Kilobayta gəlirəm. Ortada neçə oldu? 2/10 burada, 2/10 burada. Yəni 2/20. Üzü sağa getdikcə də ədədlərimiz böyüyür. Yəni ölçü vahidlərimiz böyüyür. Məsələn, indi giga kiloda nə oldu? Böyük oldu. Böyükdən kiçiyə keçəndə nə eləyirdik? Vururduq. 1 qalır öz yerində, 1-ə dəyənmərəm. Vururduq 2 neçəyə? 20-yə. Cavabını eləyir 2/20 kilobayt. Deməli, 1 gigabayt nə qədər oldu? 2/20 kilobayt olmuş oldu. Digər bir nümunəyə baxaq, tutalım ki, verilib bizə 512 terabayt, soruşur x gigabaytla.
Mən 512-ni əvvəlcə əzbərə bilməliyəm ki, neçəymiş? 2 üstü 9 uymuş. 2 üstü 9 qalsın öz yerində. Teradan gegaya. Teradan tutdum, gəldim gegaya. Ortada nə var imiş bir dənə? 2 üstü 10. 2 üstü 9 da böyükdən kiçiyə keçirdikdə vururduq. O deyir 2 üstü neçə? 19. Sonra tam əksinə keçək. Məsələn, mənə verib ki, 8192 baytdır. Səndən istəyir x kilo baytla. Baytdan tuturam, bax buradadır. Tutdum qulağından. Hara gəlməliyəm? Kilo bayta. Ortada nə var? 2 üstü 10 var. 8192 ilə mən bilməli idim ki, neçəymiş? 2 üstü 13 imiş. 2 üstü 13. Bu səfər vurmayacağım, çünki kiçikdən böyüyə keçirəm. Nə eləyirəm? Bölürəm. Bölünsün 2 üstü 10. Bilirsiniz ki, riyaziyyatdan da bölən zaman üstlər nə olur? Çıxılır. Qalır 2 üstü 3, yəni 8 kilobayt. Başa düşdük deyə ümid eləyirəm. Sualınız varsa deyin. Elə. İndi mən sizə suallar verim, daha yaxşı dərk edin. Birincisi yazırsınız nə? 2 üstü 27 bit x megabayt. Birinci bunu çevirirsiniz. Şifahi şəkildə yox da özünüz üçün yazın. Mən axırda soruşacağım. İstəsəniz mənə WhatsApp-dan göndərə də bilərsiniz. İkincisi tutalım ki, 2 üstü 12 megabayt verib sənə. Ya megabayt verməsin, megabayt dedik. Gigabayt verib sənə. İstəyir sizdən x bitlə. Üçüncüsü 1024 yenə gigabayt versin. İstəsin sizdən x terabaytla. Dördüncüsü 2 üstü 46 bit verib sizə. İstəyir sizdən x terabaytla. Beşincisi 1 terabayt verib sizə. İstəyir sizdən x baytla. Və nəhayət sonuncusu altıncısı olsun. 2 üstü 33 byte x gigabyte. Çevirin bir. Baxaq. 2 üstü 27 bit x megabayt. Yəni sən heç burada da durma, burada dur. Biraz təmizləyək. Bəli, 16-cı. Bitdən hara keçirik megabaytı? Bit, ortada bayt 2 üstü 3, kilobayt 2 üstü 13, megabayt 2 üstü 23. Bəli, 2 üstü 27 bölünsün 2 üstü 23. O da düşür 2 üstü 4, yəni 16 megabayt. 16 yazanlar doğruydu. Gigabaytdan bitə istəyir. Giga 2 üstü 10, 2 üstü 20, 2 üstü 30, 2 üstü 33. Amma böyükdən kiçiyə keçdiyimiz üçün vuracaq. Bəli, doğrudur. 2 üstü 12 vurulsun 2 üstü 33, o da 2 üstü 45. Əlasız. Doğrudur. 1024 gigabaytdan terabayta. Gigadan teraya keçəndə 2 üstü 10-a bölürdük. 1024 də burada yazılıb olması. 2 üstü 10-dur. 2 üstü 10 bölünsün 2 üstü 10. Ədədi özünə böləndə 1 düşür. Doğrudur. 0 düşmür də, yəni 0 yazanlar da olur bəzən. Bitdən terabayt istəyir. Bit, bayt, kilobayt, megabayt, gigabayt, terabayt. 2 üstü 43. Əla, doğrudur. 2 üstü 46 bölünsün 2 üstü 43. O da 2 üstü 3 terabayt. Yəni 8 terabayt. Əla. 1 terabayt x bayt. Tera, giga 210, mega 220, kilo 230, baytda dururam. 2 üstü 40. 1-i də 2 üstü 40-a vuranda, ədədi 1-ə vuranda özü eləyir. 2 üstü 40 bayt. Doğrudur. Gəldik bura. 2 üstü 33 baytdan gigabayta. Bayt, kilobayt, megabayt, gigabayt. 2 üstü 30-a böldük. 2 üstü 33 bölünsün 2 üstü 30, o da 2 üstü 3, yəni 8 gigabayt. Ağazər sən bitlə çaşdırmısan. Bit deyil, bayt. Sualımız var buradan. Sualımız var.
Yox. Əla. Aha, baytdan hara keçmişik? Gigabayta. Baytdan qulağından tutdum, gəldim kilobayta 210, gəldim megabayta 220, gigabayta 230 elədimi? Elədi. 200 kiçikdən də böyük keçənə nə eləyirdik? Bölürdük. 233-ü 30-a bölündə 203, yəni 8 qalmış oldu. Aydındır? Əla. Yəni indi buranı silək. Sildik. Biz belə qəşəng bir şeylər görmüşdük. Bir dənə təkrar yazıram sıralamanı. Bunun qalınlığını artıraq. Yəni ki, sıranın yadımıza qaldı da bit, bayt, kilobayt, megabayt, gigabayt, terabayt. 2 üstü 3, 2 üstü 10, 2 üstü 10, 2 üstü 10, 2 üstü 10. Böyükdən kiçiyə vurduq, kiçikdən böyüyə böldük. Şimdi bunu buradan azaltdıq. Hə. Yəqin ki, biz belə bir şeylər görmüşük. Terabit, gigabit, megabit, internetlərimizin sürətində görmüşük elə bir şeylər. Bitlərlə ölçülür. Əla. İndi biz gəlirik onu öyrənməyə. Deyir ki, məsələn, 64, yazamadım. 64, məsələn, kilobit. Məndən bunu deyir ki, çevirmək istəyir cavabı kilobayta. 2 hissəyə bölürəm mən bunu burada. Kilodan kiloya keçib dəyişən nəsə var? Yoxdur. Amma bitdən bayta dəyişib. Bitdən bayta, kiçikdən böyüyə keçənə nə eləyirdik? Bölürdük. Sol. Bunu bölürəm bir şey 8-ə düşür neçə? 8 kilobayt. Deməli 64 kilobit neçə kilobayt imiş? 8 kilobayt imiş. İndi bizim burada bir problemli bölməmiz var. Deyə bilərsiniz ki, mən niyə bunu 2 yerə böldüm? Bax buradan. Kilobit, kilobayt. Niyəsini də izah eləyək. Niyəsi bax budur. Məsələn, məndə burada 64 kilobit yox da, versəydi tutalım ki, 128 kilobayt. Məndən istəsəydi bunu x megabitlə. O zaman nə edərdim? O zaman mən bunu 2 yerə ortadan belə böldüm. Baxardım ki, kilodan hara keçib? Megaya. Baytdan hara keçib? Bitə. Sonra gəlib buradan baxardım. Kilodan megaya nə var arasında? 2 üstü 10. 128-ə dəymirəm də 2 üstü 7 qalsın öz yerində. Kiçikdən böyüyə keçənə nə eləyirdim? Bölürdüm. Nəyə? 2 üstü 10-a. Sonra nə dəyişib? Baytdan gəlib nəyə? Bitə. Baytdan da bitə keçəndə 2 üstü 3-ə vururdum. Bu da eləyir cavab neçə? 1 megabayt. O zaman da baxaq. Məsələn, versəydi 1 kilobit keç x bitə. O zaman da bax biz bunu belə yenə 2 yerə böləndə 1 kilodan heç nəyə gəlib də elə bir ki. Baxıram 1 kilom neçədir? Riyaziyyatda 1 kilom nə qədərdir? 1000 deyil. İnformatikada nə qədərdir? 2 üstü 10. Elə dümdüz 2 üstü 10-a vura bilərəm bunu. Bitdən də bitə keçibsə dəyişən nəsə yoxdur. Heç nəyə vurmayacaq. Cavab neçə elədi? 1024. Deməli 1 kilobitim nə qədər bit imiş? 1024 bit imiş. Ortada baytı nəzərə almırıq. Baytı çıxırıq. Yaxşı? Sualımız var buradan. Bayt. Megabit çox üzr istəyirəm bir dəqiqə. Bit. Aydındır. Çətin versiyası bu idi. Bu da aydındırsa çox gözəl. Davam edə bilərik. Ondan sonra gəlir kodlaşdırma sistemlərimiz. Axırıncı imtahana da düşmüşdü bu aya. Bir ASCII var, Unicode var. ASCII gördüksə bir simvolu 1 bayta vururuq. Ümumiyyətcə, misal üçün deyəcək ki, bu kodlaşdırma sistemi tutalım. Deyəcək ASCII-də kodlaşdırılmışdır. ASCII sözünü gördüksə nəticəmi nəyə vururam? 1 bayta. 1 bayt yoxdur. Məndən soruşsa Unicode olaraq o zaman nəyə vururam? 2 bayta.
ASCII-də cəmisi 256 simvol var. Bizim Ə hərfi, Ö hərfi falan heç biri yox idi orada. ASCII A ilə başlayır. Oradan da yadımızda saxlaya bilərik ki, Amerikan standartına uyğun idi. Amerikan, yəni İngilis əlifbasında nə varsa sadəcə onları yaza bilirdik. Amma Unicode-da unikal elədilər. Hər kəs üçün istifadə edə bilər, istifadəyə yararlı elədilər. 65536 kod var idi. Əvvəlcə misal üçün bizim G hərfimiz ingilislərdə də var idi, amma çinlilərdir, yaponlardır, falandır. Bunların heç bir hərfləri yoxdur axı şeylərdə, ASCII-də. J bunların da hərflərinin yaza biləcəyi bir kodlaşdırma sistemi yaratdılar. Bu da adlandı Unicode. 65536, yəni 216-ya bərabər idi. 216 olduğu üçün hər simvol 16 bit, yəni 2 bayt yer tutmuş olacaq. İndi buradan bəzi məsələlərə baxaq. Məsələn, tutalım ki, birincisində deyir ki, informatika sözü addaşda nə qədər yer tutar? Sayıram 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 simvol var. ASCII-də bunu 1 bayta vuracaq, tutacaq 11 bayt. Unicode-da 2 bayta vuracaq, tutacaq 22 bayt yer. İkinci gəlir informatika testləri. Ortadakı boşluqlar belə bütün simvollar daxil olmaqla sayılır. 1, 11-dən bura saymışda 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. Gördüyün kimi boşluq daxil 20 dənə simvolum var. ASCII-də tutacaq 20 bayt yer, Unicode-da tutacaq 40 bayt yer. Ondan sonra gəlir üçüncüsü edu. Yox, kənardakı dırnaqlar sayılmır heç vaxt. Kənardakılar sayılmır. Amma burada belə olsa, kənardakı dırnaqlar biz sayılmır dedik. Daxildəkilərə biz söz dedik, demədik. Daxildəkilər sayılacaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. 20 simvol var. Tutacaq 20 bayt yer və yaxud da ki, ASCII-də 20 bayt, Unicode-da 40 bayt yer. Bitlə də soruşsa, onları 8-ə vuracaqsınız, təbii ki də. Sonra biz dedik kənardakı dırnaqlar sayılmır, amma bu dırnaq işarəsinə oxşuyur. Ulduzdur, bəli. Deməli, ulduzu biz saymağa məcburuq. İnformatikanın özündə, kimsə səs yox verir. İnformatikanın özündə 11 simvol var idi. Artıq 2 dənə də ulduz buradan gəldi. Tutdu 13 simvol. 13 simvol ASCII-də 13 bayt, Unicode-da 26 bayt yer tutmuş olacaq. Sualımız var. Bəli, bəli. Ondan sonra gəlir əlifba məsələləri. Əlifba məsələlərində nələrimiz var, nələrimiz yoxdur, bircə tanış olaq. İ bitlə kodlaşıla bilən simvolların sayı 2 üstü idi. Biz dedik, ASCII-də neçə simvol var? Sağ ol. 256 həqiqətən də 8 bit yer tuturdu mu? Bəli. İsbat eləmiş olduq buradan birinci qaydanı. Oldu. Deyir ki, i2 üstü i bitlə, daha doğrusu, i bitlə kodlaşıla bilən ən böyük ədəd 2 üstü çıxılsın 1-dir. Məsələn, say sistemləri keçmişik magistrlar sizənlə. 8-li say sisteminin ən böyük ədədi neçə idi? 7. Bu 8 2 üstü 3-dür. 7 həqiqətən də 2 üstü 3 çıxılsın 1-ə bərabərdirmi? İkincisini isbat eləmiş olduq. Olduq. İstənilən say sistemi neçə ilə başlayırdı? 0-da. Üçüncüsünü də buradan isbat eləmiş olduq. Üçünü də təsdiqlədik. Təsdiqlədik. Deyir ki, 4-də 2 üstü i simvolu əlifbada bir simvolun yaddaşda tutduğu yer i bitdir. Məsələn, bayaqki söhbətə gələk. 65536 dənə simvol var idi Unicode-da. 65536-nın 2 üstü neçədir? 16. Həqiqətən də Unicode-da hər simvol 16 bit yer tuturdu. Tuturdu. 16 bit nəyə bərabər idi? 2 bayta. Bu da təsdiqləndi. Təsdiqləndi. 5-incisi maraqlı hissəsidir. Deyir ki,
Verilmiş əlifbada simvolların sayı əgər 2-nin qüvvəti deyilsə, məsələn, deyir ki, 48 simvolludur. 48 deməyək də, 73 simvollu əlifbadır. Bu 73 baxacam ki, 2-nin qüvvəti deyil də, amma hansı aralıqlarda yerləşir 2-nin arasında? 2 üssü 6 ilə, aha, 128. Bu artıq, ay, sağ ol. Çünki artıq 64-ü aşıb gedib. 2 üstü 7-nin nə qədərini tutur? 7, amma nə ilə? Bitlə. Sonra gəlib deməyəsən, ha, 7 buradadır, 7 də burada, 14 bit. Yox, dümdüz. Nə qədər yer tutdu 73? 7 bit. Aydındır? Sualınız var? Yox. Yəni, o zaman mənim sizin suallarım var. Baxırsınız ikinci suala. Bizi sən düzəldəcək. Bəli. Hı. Hı. Heç biri verməyibsə, bayıtma. Askıdır. Askıdır, bəli, askı. Bəli, bəli, doğrudur. 19 nə? Hə, 19 bayt, əla. Sayırıq, informasiya 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 və heç bir say sistemi vermədiyi üçün baytla götürmüş olduq. 19 bayt. Əla. Baxırsınız 3-ə. Bəli. 128 simvollu əlifba soruşur. 128 2 üstü 7 olduğu üçün 7-ni götürdük və informatikada 11 simvol olduğu üçün 77. 4-ü yazırsınız. Bəli, 6 bölü 3 cəmisi 2 dənədir. Baxın. 48 simvollu əlifba deyir. Biz bilmirik 48 2-nin hansı qüvvətdir. Ona görə baxıram ki, 2 üstü 5 ilə 2 üstü 6 aralığında. Nə qədər yer tutur hər simvolu? 6 bit. 6 simvolu əlifbadır. Mən bilmirəm 2-nin hansı qüvvətdir. Baxıram 2 üstü 2 ilə 2 üstü 3 aralığındadır. Hər simvolu 3 bit yer tutur. Bu da ki 6-nın içində 3 bit nə qədər yer tutacaq? 2 dəfə. Sualınız var?
Necə? Üçüncü. Bir saniyə. D128 simvollu əlifbada. 128 2 üstü neçə idi? 7. Nə qədər yer tuturdu? 7 bit. İnformatika sözü neçə simvoldan ibarətdir? 11. 11 vurulsun 7. Nə qədər eləyir? 77 bit. Aydındır. Sualımız var burada. Əla. Davam edelim. Burasını heç getirəm. Baxırsınız 1. Mən baxacağım buradan suallara. Bəli, əsas ölçü vahidi baytdır, ən kiçik ölçü vahidi bitdir. Doğrudur. 2. Doğrudur. Obyektivlik onun xassəsi idi. 3. Maşallah. Doğrudur. Kəsilməz analoqdur. Kəsilən diskret. Yaxşı, yaxşı hesabləşməyin doğrudur. 5. Ay, su yox. Suallara baxmırıq. İndi dərs keçəcəyik arxasına. Doğrudur. Bayt, kilobayt, megabayt. 4. İlk dondu. Doğrudur. Zahir zaman gördüksə aktuallıqdır. Əla. 6. Bakıdır, bəli. İnformasiya işin obyektiv reallıq. Reallıq sözünü gördüksə adekvatlıq. 2A. Siqnalın vaxtlı-vaxtında daha dəqiq qeydə alınması. Dəqiqlik burada yoxdur. İnformasiya alan şəxs tərəfindən başa düşülən olması. Bu, başa düşüləndirdə anlaşıqlıqdır. İnformasiyanın digər şəxslərin fikir və müdaxiləsinə asılı olmaması. Yəni kiminsə belə deyək, fikrinə asılı deyil. Bir qayda olaraqdır obyektivlik. Düzgün qərar qəbul etməyə kömək eləyir. Etibarlıq. 3-2 Y. 8. İş imtahana girəsən? Yox, yox, həqiqətən mən girməyəcəm. Elə bilirsən ki. Mən aprellə mayda girəcəm. Bəli, hesabi, məntiqi, mətn, göstərici. 1, 2, 5, 6. Dadaş. Baxırsınız 11-ə, bax 11 aşağıdakı. Ben bunu üstün bağlayayım. Apreldə BB, mayda AC. Ya da BA ikisindən biri. BA girəcəm böyük.
Bəli, 11 dənə simvol var. Unicode-da soruşur deyə 22 bayt. Amma bitlə soruşsaydı 192. 10. Ha yox, ikinci yazdım. Doğrudur, B variantıdır. Baytdan megabayta gələndə 200-dür, 20-yə bölürdük. 30-dan da 20. Bəli. Baytdan bitə keçəndə nə eləyirdik? 8-ə vururduq. Bəli. 22-ni 8-ə vuranda həqiqətən 192 eləyirmi? Başda. Baytdan megabayta gəldik. 230-u böldük 200-20-yə. O da 30-dan 20 çıxanda həqiqətən neçə eləyir? 200-10 eləmiş olur. 9. Gələn ay martda. Bilmirəm amma bəlkə girdim. Hələ ki bilmirəm. 176 eləyir 192. Hə, 176. Yaxşı üzrsən. Doğru 176 eləyir. Yoxdur, yox. 9. Dedim ən böyük oldu, yəqin olur. 9-da aydı, bəli. Doğrudur. 256 simvol. 8. Bayaq gördünüz misalı. Bəli. Cari vaxta uyğunluq. Doğrudur. Yaxşı, yaxşı. Doğrudur. İndi gələk əsas məsələyə. Ha, yox, hələ gəlməyib. Hələ suallar var imiş deyən. 12-ni yazdım. Unutmuşam. Bəli. Nə? Bəli, bəli. Düşə bilir. Yox, salmırlar da. Asandır deyə. Amma işte düşdü. Hə. Kimdir o? Hə, Nahid Bəxtən bu da. Neçə sual dostum? D olmalıdır. Bəli, doğrudur. Yazaq. Bunu 2 hissəyə böldüm. Buradan bura böldüm. Teradan nəyə gəlib? Kiloya. Teradan kiloya 208-də 1 qalırdı öz yerində. 8-də 1. Teradan kiloya böyükdən kiçiyə gələndə vururdum. Nəyə vururdum? 2 üstü 30-a. Əlavə olaraq da baytdan gəlib bitə. 2 üstü 3-ə də buradan vurdum. Böyükdən kiçiyə keçdik. Bu 8-dən bu 8 ixtisar gedir. Həqiqətən də qalır 2 üstü 30. Dadaş, doğrudur. 13. 50% sıxılma nə deməkdir? Yarısı getmək demək. Doğrudur A variantıdır. Hələ. Baxaq. 16 megabayt dedim, 50% onun yarısı deməkdir. Deməli, burada neçəsi qalıb? 8 megabaytdan bizdən istəyir x kilobayta. 8, 2 üstü 3-dür. Megadan da kiloya gələndə 2 üstü 10-a vururam. Bunu da
2 üstü 10'a vururam. O da 2 üstü 13, yəni 8192. Əla. 14. Əla, düzdür. Bitdən megabayta gələndə bölürdük. Bit, sonra gəlirdi bayt, kilobayt və nəhayət sonuncusu megabayt. 2 üstü 3, 13, 23. 2 üstü 25'i də 2 üstü 23'e böləndə düşür 2 üstü 2, yəni 4 Y variantı. Əla. 15. Terabaytdan kilobayta istəyir. Tera, giga, mega, bir də kilo. 2 üstü 6, 2 üstü 36. Doğrudur. Əla. İndi əsas məsələyə həqiqətən. Məsələlərlə bağlı hesablamalar. Əvvəlcə bu iki açar sözü yadımızda saxlayırıq əzbərə. Deyə aşağıdakı açar sözlərə diqqətli ol. Rəng çaları, rəng palitrası, rəng. Bax, bu üç ehtimalda biz bayaq belə bir şey götürmüşdük ya. Qüvvəti nə deyirdi? Bitlə götürün. Bax, 200 simvol əlifbada bir simvol yadaşa tutduğu yer i bitdir. Burada da eyni şey olacaq. Qüvvəti bitlə götürürük. Misal üçün 16 rəng çalar deyir, 16 rəng palitrası deyir və yaxud da ki 16 rənglə deyirsə, 2 üstü 4-ün 4-ünü götürürük. Amma digər bütün ehtimallarda bit dərinliyi, rəng dərinliyi, kadr buferinin dərinliyi, rəng tərtibi, rəng mərtəbəsi və s. ədədin özü 48-dirsə 48 götürürsünüz. 64-dürsə 64 götürürsünüz. Amma burada fərqlə söhbət dəyişirdi. Aşağı keyfiyyətli səs faylı gördünüz. 8 bit vurulsun 5500 Hz. Yuxarı keyfiyyətli səs faylı gördünüz. 16 bit vurulsun 44000 Hz-ə vurursunuz. İndi baxaq görək nə demək istəyirik. Birincisi misal üçün düsturum var. Səhifə, simvol, sətir, kod bərabərdir həcm. Nə gördük dədə-baba qaydası olaraq bir-birinə vururuq. İkincisi, həcm çox vaxt misal üçün baytla ölçülür. Əgər bizdə Unicode görsə neçəyə vururduq? 2 bayta, ASCII görsək 1 bayta, heç nə görməsək ASCII olaraq nəzərə alıb 1 bayta vururduq. Yox, əgər hər hansısa bir simvol əlifba deyərsə, hər hansısa bir rəng deyərsə, hər hansısa bir rənglə bağlı nəsə olarsa, yəni ASCII, Unicode heç nədən başqa bütün ehtimallarda biz nəyə vururuq? Bitə vururuq. Baxaq indi misal üçün birinci sualı. Yazın görə birinci sualı. Düsturum qalsın burada. Nə ilə? 7500 nə? Onu yazın yanında. Bəli, bəli. Doğrudur. Doğru, doğru. Nə gördük? Bir-birinə vurduq. Yəni 5
vurulsun. Bir dənə bu rəngini dəyişək daha yaxşı görək. Yəni 5 vurulsun. 60 simvol deyil. 60. Bir də burada 25 sətrimiz var imiş. 25. 5-i 60-a vuranda 300. 300 də 25-ə vuranda 75. Arxasına 2 dənə 0. Amma heç nə verilmədiyi üçün byte hesablamış olduq. Yazırsız aşağıdakını. Simvollu əlifbada qüvvəti bitlə. Misal üçün burada neçə simvol deyil? Simvol əlifbada ona görə deyəmirəm heç nə. Bax, Unicode deyir. 2 byte vurulsun. 32 sətir. 2 üstü 5. 128 simvol. 2 üstü 7. Səhifə sayını soruşur. X nəyə bərabərdir? 80 kilobayta. Bax, bu tərəf baytlandır. Bu tərəf kilobaytlandır. Uyğunsuzluq var da. Biri almadı, biri armuddur. Mən məcburam birini o birinə çevirəm. Sağ tərəfi çevirmək mənə görə daha rahatdır. Siz istəsəz sol tərəfdə keçirə bilirsiniz. Ürəyiniz necə istəyirsə. Kilobaytdan bayta da nə var idi ortada? 2 üstü 10. Bu neçə eləyir? 2 üstü 1, 2 üstü 6, 2 üstü 13. 2 üstü 13 vurulsun x bərabərdir. 80 də yazaram. 2 üstü 3 vurulsun 10 kimi. Yəni 8 vurulsun 10 kimi. Vurulsun 2 üstü 10. Bu 2 üstü 13, bu 2 üstü 13. X də bərabərdir 10 səhifə. Aydındır hamıya? Başa düşdünüz deyə ümid edirəm. Yazırsınız bunu aşağıdakı. Əvvəldə vurduq da. Bir dəqiqə. Bir də burada. Bəs niyə qulaq asmaq istəmirsən? Yaxşı, şimdi. Burada gəldik simvolu əlifba məsələsinə. 1024 simvolu əlifba deyir. Orada necə götürürdük? 2 üstü 10-dursa nə qədər tuturdu? 10 bit. İndi vuraq. 10 bit vurulsun. 32 sətirdir. 2 üstü 5. 128 simvoldur. 2 üstü 7. Səhifəni soruşur. X nə qədərdir? 10 kilobayt. Bu səfər də kilobaytdan bitə gəlməliyim. 2 üstü 13. Tabii ki. Bu ondan bu 10 ixtisar gedir. Bu 2 üstü 12, bu 2 üstü 13. Burada 2 qalırmı? X də bərabərdir 2 səhifə.
Ümid edirəm başa düşdünüz. Hə, bəli, həmişə böyük. Sualınız var? Yoxdur. Yoxsa mənim də sizə sualım yoxdur.